Salam, hər vaxtınız xeyir olsun. Dəyərli məktəbəqədər MİQ və sertifikasiya imtahanlarına hazırlaşanlar. TikTok sosial şəbəkəsində paylaşdığımız testin izahını verək. Birinci testimiz belədir. Tərbiyəçi nitqin inkişafı məşğələsində qırmızı papaq nağılını oxuduqdan sonra uşaqlara nağıldakı meşə mənzərəsini rəngli qələmlərlə çəkməyi və sonra bir-birinə kömək edərək böyük bir meşə kollajı hazırlamağı tapşırır. Bu məşğələni tərbiyəçi müəllim hansı inkişaf sahəsinə inteqrasiya etmişdir? Baxaq. Deməli, baxın, tərbiyəçinin nitq inkişaf məşğələsində qırmızı papağın nağılını keçməsi bu idraki inkişaf sahəsidir. İdrak. Daha sonra rəngli qələmlərlə rəsm çəkmək bu estetik inkişaf sahəsidir. Bir-birinə kömək etmək isə bu sosial emosional inkişafdır. Sosial. Bizə deyir ki, bu məşğələni tərbiyəçi müəllim hansı inkişaf sahəsinə inteqrasiya etmişdir? Məşğələnin özü idraki inkişafdır. Baxın, idraki inkişaf sahəsi sayılmır. Çünki məşğələnin özüdür bu. Məşğələnin standartıdır idrak. Tərbiyəçi müəllim idraki inkişafı sosial və estetiklə əlaqələndirib. Və burada da bizə deyir ki, baxın, bu məşğələni tərbiyəçi müəllim hansı inkişaf sahəsinə inteqrasiya etmişdir? İdraki inkişafı götürmürük. Niyə görə? Çünki məşğələnin özüdür. İdraki inkişaf sahəsini estetik və sosialla əlaqələndirib. Və bizə də deyir ki, məşğələni tərbiyəçi müəllim hansı inkişaf sahəsinə inteqrasiya edib? Sosial və estetikə. Deməli, idrakı sosial və estetikə inteqrasiya edib. Doğru cavabımız da olacaq sosial və estetik. Ona görə cavab variantımız B variantı olacaq burada. İdrak götürmürük, çünki idraki inkişaf sahəsi məşğələnin özüdür. Məşğələnin özü sosialla estetiklə inteqrasiya olunub. Bizə desəydi, əgər hansı inkişaf sahələri inteqrasiya olunub, onda deyəcəkdik sosial, idrak, estetik. Bizə deyir ki, tərbiyəçi müəllim idrakı hansına inteqrasiya edib? Sosialdan estetikə. Çünki məşğələmiz idrakla bağlıdır axı. Aydındır. Ona görə də cavab variantımız olacaq B variantı. Yenə də kim əgər düz yazıbsa, aşağıdan plus işarəsi qoysun. Görək kimlər düz yazmışdı bu testi.